Valideynlərdən birinin icazəsi olmadan digər valideyn yetkinlik yaşına çatmayan uşağı ölkədən xaricə çıxara bilərmi? Bəli, bu mümkündür. Qanunvericinin tələbinə əsasən yetkinlik yaşına çatmayan uşağın ölkədən kənara çıxması üçün hər iki valideynin razılıq verilməsi mütləq şərtdir. Lakin belə mübahisələr məhkəmə qaydasında həll edilə bilir. Belə mübahisələr adətən boşanmış şəxslər arasında aktual mübahisələrdən sayılır. Digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən kənara çıxmaq istəyən valideyn iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmələr belə mübahisələri həll edən zaman valideynlərin şəxsi maraqlarını deyil, uşaqların mənafelərini üstün tutmaqla qərar qəbul edirlər. Mövcud məhkəmə praktikasına əsasən əksər hallarda belə iddialar təmin edilir. Lakin xüsusilə vurğulamaq lazımdır ki, belə iddiaları təmin edən məhkəmələr öz qərarlarında yetkinlik yaşına çatmayan uşağın digər valideynin icazəsi olmadan ölkədən kənara çıxmasını daimi əsaslarla deyil, daimi əsaslar istisna olmaqla qərar qəbul edirlər.